Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin iyun ayı bəzi bürclər üçün yeni imkanlar, uğurlu qərarlar və müsbət dəyişikliklərlə yadda qala bilər. Astroloqların fikrincə, iyunun 20-sinə qədər davam edən əkizlər bürcü mövsümü xüsusilə 4 bürc üçün diqqətə layiq hadisələr vəd edir. Bu dövrdə insanların ünsiyyət bacarıqları güclənir, yeni ideyalar yaranır və sosial əlaqələr daha da genişlənir. Hava ünsürünə aid olan əkizlər bürcünün enerjisi insanları daha fəal, daha maraqlı və yeniliklərə açıq edir. Bəzi insanlar üçün bu enerji qarışıq və sürətli görünə bilər. Lakin müəyyən bürclər üçün məhz bu dinamika uğur qapılarının açılmasına səbəb olacaq. Əkizlər bürcü iyun ayı əkizlər bürcü nümayəndələri üçün ilin ən maraqlı dövrlərindən biri hesab olunur. Günəşin bu bürcdə hərəkəti insanlara daha çox özünə inam, enerji və motivasiya gətirir. Bir çox əkizlər uzun müddətdir düşündükləri planları həyata keçirmək üçün əlverişli imkanlar əldə edə bilərlər. Bu dövrdə yeni tanışlıqların yaranması, işgüzar əlaqələrin genişlənməsi və maraqlı təkliflərin gəlməsi ehtimalı artır. Maddi vəziyyətlə bağlı müsbət xəbərlər almaq da mümkündür. Yeni gəlir mənbələri, əlavə qazanc imkanları və uğurlu maliyyə qərarları gündəmə gələ bilər. İyun ayının ortalarında baş verəcək yeni enerji axını əkizlər üçün tamamilə yeni başlanğıcların əsasını qoya bilər. Şəxsi həyat, iş və gələcək planlarla bağlı mühüm addımlar atmaq üçün münasib vaxt hesab olunur. Buxar bürcü üçün də iyun ayı kifayət qədər uğurlu görünür. Xüsusilə maliyyə məsələləri və şəxsi inkişaf sahəsində müsbət dəyişikliklər gözlənilir. Uzun müddətdir üzərində işlənilən layihələr nəticə verməyə başlaya bilər. Buğalar üçün yeni əməkdaşlıqlar qurmaq, biznes planları hazırlamaq və gələcək məqsədləri müəyyənləşdirmək baxımından əlverişli şərait yaranır. İntizamlı və səbirli davranan buğalar bu dövrdə böyük uğurlar əldə edə bilərlər. Bundan əlavə, yaxın ətrafla münasibətlərin yaxşılaşması, ailə daxilində harmoniyanın artması və yeni tanışlıqların yaranması da mümkündür. Maddi baxımdan yeni fürsətlərin ortaya çıxması ayın ən diqqət çəkən mövzularından biri ola bilər. Balıqlar üçün iyun ayı sevinc, yaradıcılıq və müsbət emosiyalar dövrü kimi xarakterizə olunur. Dostluq münasibətləri güclənə, yeni insanlarla tanışlıq baş tuta və sosial həyat daha rəngarəng ola bilər. Bu dövrdə balıqlar özlərini daha rahat ifadə edə, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə və yeni layihələrə başlaya bilərlər. Romantik münasibətlərdə də müsbət inkişaf ehtimalı yüksəkdir. Ailə və ev məsələləri də diqqət mərkəzində olacaq. Yaxın insanlarla birlikdə keçirilən vaxt həm mənəvi rahatlıq gətirəcək, həm də gələcək planlar üçün motivasiya yaradacaq. Balıqlar üçün bu ay daxili harmoniyanın və emosional balansın gücləndiyi bir dövr kimi yadda qala bilər. Qız bürcü nümayəndələri üçün iyun ayı xüsusilə karyera və peşəkar inkişaf baxımından önəmli görünür. İş həyatında yeni imkanlar yarana, rəhbərlik tərəfindən diqqət və qiymətləndirmə əldə oluna bilər. Sosial əlaqələrin genişlənməsi qız bürcünün uğur qazanmasında mühüm rol oynayacaq. Yeni tanışlıqlar gələcəkdə faydalı əməkdaşlıqlara çevrilə bilər. Təhsil, inkişaf və yeni biliklər əldə etmək üçün də əlverişli zamandır. Bu dövrdə bəzi qızlar səyahət planları qura, yeni təcrübələr qazana və şəxsi inkişaf istiqamətində mühüm addımlar ata bilərlər. Yeni layihələrin başlaması və uzun müddətli məqsədlərin formalaşdırılması üçün münasib vaxt hesab olunur.